Salam əziz izləyicilərim. Bugün mən milli mətbəximizin şirniyyatı olan paxlavanı hazırlayacağım. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. 1 stəkan 200 ml ılıq süd, 1 çay qaşığı şəkər tozu, yarım çay qaşığı durucu qarışdırırıq yaxşıca. Qarışdırandan sonra 2 yumurta, 1 çimdik duz, 150 qram kərə yağı, 1 vanil qarışdırıb apardığı qədər ondan ələ yapışmayan, berk olmayan xəmir yoğururuq. Xəmir yoğurduqdan sonra qırağa qoyub içliyini hazırlayırıq. İçliyə isə 500 qram fındıq, 300 qram şəkər tuzu, 1 çay qaşığı hili qarışdırıram. Yaxşıca qarışdırdıqdan sonra xəmiri götürüb 10 köndəyə mən 10 köndəyə böldüm. Siz başqa cür 12-də eləyə bilərsiniz. Birinci və axırıncı kündələri biraz böyük götürürəm. Bir kündələri bir-bir yayıb qabaqcadan yağladığım tavaya götürürəm. Sonra isə üstünə kərə yağı sürüb içliyi əlavə edirəm. Bütün qatları bu formada yaydıqdan sonra biraz xaldeniydə gözlədirəm ki, özünü tutsun. Sonra isə keçirəm şərbətin hazırlamağa. Mən şərbəti baldan istifadə elədim, pesok qoymamışam. 3-4 qaşıq xörək qaşığı bal, 2 stəkan suya qarışdırıb qaynatdım. 1-5 dəqiqə qaynadandan sonra 2 dilim limonu da atıb soyumasını gözlədirəm. Sonra isə xaldeniydən paxlavanı çıxardıb kəsirəm. Kəsdikdən sonra üstünə bu dəfə mən rəngdən istifadə elədim. Siz yumurtanın sarısını biraz südlə qarışdırıb vura bilərsiniz. Mən bu dəfə sarı və turuncu rəngdən istifadə eləmişəm. Sonra isə 180 dərəcədə 30-35 dəqiqə bişirdikdən sonra təzədən kəsib üstünə biraz yağ əlavə eləyib yenidən pişməyə qoyuram. Bir 10 dəqiqə pişdikdən sonra üstünə hazırladığım şərbəti əlavə eləyirəm.